qolu bir ayda dözməyəm. Bu darayısı ki, o maaşında betedad o mən sizcə danışaram. Söz qızım ola, söz oğlum ola. Ki bunu da dostlar mənə irad tuturdular ki, vağən düz deyirsən, olmaz. Bu da həddə sözdür, amma neçə nəfərə də ki, biz getmişik, danışmışıq, 3 nəfər, 4 nəfər vardılar. Dəqiqən bu cür danışıq eləmişik. Xanım Cəfər Necət, sizin həttmən dedim də o işinizə xatir üçün siz daimən dadqahlarda asılı bıraxaraq sən bir Mənim məmləkətin nəzərimdə vəkilisən. fəlsəfi mehriyə budur. Yəni vağən burada da o yerinə əyləşir. Bu mənim darayımdır. 200 milyondur fərzən elə 2 dənə siccə də bu mənim varımdır. Bu ünvanı mehr eləyəm. Əslən fəlsəfəsi budur. Bəli. Mənzurum odur ki, bir zaman elə bunları deməkdən insanlar deyərlər, bizim bir türkü məsələ var, deyərlər, qulaqda sırqa ola, adam bilirsən, qərar dəhənnəmdən özü təcrübə edir. Düzü odur, biz özgələrin təcrübələrindən istifadə edək. Çünki hər təcrübə insana bir zərərlər verər. İnsanın bir zamanlarını alar, ömrünü alar, malını alar. Çox vaxt canını da alar, təcrübələr fərqlidirlər. Yəni, qalıb hardan hara, nəmdən adam təcrübə edir. Odur ki, bizə də bir dərs olsun. Ağa Murtaza, biləxərə Allaha şükür, Hacı Şəhramın, Cənabin, o birisi dostlarımızın Hacərinin və təhlükəsi köməkliği geçdi. Hətta kəsi ki, bir dilim imtimanlıq vurdu, köməkliği elədi. Mən məsələn, usulən, rutin, həmişə bizatlar yollardım Hacıya, o dairə işinədəki bilə. Çünki o gün layıqda dedi, mən bildim ki, burada heç işim olmadı, üstündə vurmadı. Biri də layıqlarında... Mənə sizin səssiz qət olmuşdur. Mən səsi bağlayıram, buyur. Nə, ərz eləmə. Məsələn, mən özüm olardan həmişə rahat şəhərəm, birdən görürəm, bizat paylaşır. Əlimdən gələn qədər də, hələ tavanıma görə, məsələn, əlimdən gələni eləyirəm. Amma dediyim kimi, həmişə bu mən elə bir dənə sual idi ki, aya, məsələn, bu günlərim bir seri ayrı yerlərdəki iştibahı yoxdur, niyaz var. Hop, elə biz iştibah eləməsək, bu köməkliklər o iştibahı olmayıb, birdən bək gətirənlərə də olur. Məsələn, mən deyirəm də, məhriyə özü tavandan artıq bir dənə iştibahdır. Bunu adam eləyən məzlət deyir. Amma halbuki, məsələn, məhriz də vardı, niyazı vardı ki, öz əlində də təbiət də Allah vericisi bir müşküldür. Ona da köməklik lazımdır. Burada yazıqlar qızım. Olsa 5 dənə siccəni qəbul eləyərsən, əgər oğlan olmasa və görsəm də ki, qolu yaxçıdır, mənim qızım da istəyir, o da istəyir. Əlbəttə, istəmək kafi deyir. Bu bir umumi bir sözdür deyirəm. 5 dənə səhlidir, rup siccəni də qəbul elərəm. Mənim özüm... Xanım Cəfərcik, mən də ona bir cavab verim. Mən heç bir dənə siccə də qəbul eləmərəm, hətmən siccəsiz qəbul elərəm, amma haqqı talağı uşağımı alıram, səhər dadqahları gəzmərəm. Əslən, nə pul istəyirəm, nə pul verirəm. Əslən, yəni, müamilə eləmirəm. Vəli uşağımı elə tərbiyyət edirəm. O şuurun sahibi olar ki, eləyə bilə, hətta əqəl, hədəf əz izdivacı bilə və o zaman ki, amadədir izdivac eləyə. Nə 13 yaşında, nə o kəsən sinni böyük olur, vəli əqli böyümüyə. Bəli, buyurun. Ay Pənahi, mən bir dənə o beqola diri canlı misal deyim də, nə cür. Mən 38 il bundan qabaq mənim atam gedir anama elçi. Onlar kamillərdən elə şahid layiq olurlar, bilirlər kamil. Mənim anamgilin vəzi maliləri yuxarı tərəz atamgili idi. Çətdə olurdular onlar. Gedirlər elçi, orada mənim böyük dayım Allah rəhmətlə gedib müxalifət eləyir. Deyə mən bacımı vermirəm filaniyə. Mənim də atam ki, onda elə təzə müəllim olmuşdu. Deyə vermirəm, bizim bu varımızdır, belə yerimiz var, onun heç zadı yoxdur filan. Hacı babam mamamın, anamın atası. Deyə çöndü dedi ki, oğul, şayət biz yataq, səhər o çox pullu ola, biz çox kasıb olaq. Bir də mən oğlan ki, özünü tanıyıram, qeyrətli oğlandı. Mən qeyrətinə verirəm, puluna yox. Bütcə həlal çörək tapıb yeyəcəklər. Elə vağən də zindəcanlıqlar eləyəcən elə aşıqanə, az hər nəzər elə yaxçı qabağa gedib. Yəni uşaq içi böyüdüblər, o zindəcanlıqda müvəffəqiyyətdə əşi olub, şayət heç tayfada o bisilən yoxlardı. Yəni bu cürət ilə deyirəm, amma famillərdən də var layıqda. Həmişə də ona misal vurarlar. Bir istəyə bilənə deyirlər.
Biz də onların nəslindən, elə bu qardaşım ki yazmışdı. 100% mənim öz uşağım ola, Beqola ay Pənahi heç siccəsiz qəbul edirəm. Büləm çaparacaq, qeyrəti var, qəşə sahib duracaq, halal çörək gətirəcək, dayaq olacaqlar bir-birlərinə. Xanım Cəfər, məncə hər kəs istizindəqanlıq təşkil verə. Bərab öz həddində adamla cəhət yaşayaq. Həm incimiyə, həm bir-birlərin titriyələr. Bu bir dənə vaqiyyətdir. Salam Hüseyin, canımsan. Hamıya salamlar. Bəli, bir dənə bir mövzu ki var. Əslən fəlsəfi, bəli, buyurun. Ağay Pənahi, Bəli, buyurun. Ağam. amma məzə istəyirəm. Onlar biləzdə yeyir deyil. Pənahi, onlar biləzdə yeyir deyişəsən, kollan səsin qətivəst olur. Mənə də gətirib fikrim sözünə qutulubdur. Başlayıram, sonra şərməndə. Nasir qardaş, lavdə olmayan, lavdə olmayan Pənahi qardaşdan sonra siz yerdən gətireyim. Şəhərəm qardaş, məni bəs sal aşağıya üçün elə bir internetin sorunu yerimdən deyil. Əsas söhbət bilmirəm. Bəs mən gedim. Səs gəlmiyor ağay Pənahi. Bu dəfə sizdən düşdü. Bu dəfə siz də ay Səlamı da evləndiniz, gedib 314 dənə danışma, ha? İnşallah tezlik ilə evlənərsiniz. Salamlar hamıza. Qardaş Nasir bəy sizə də dərxas verdim. Bu Nasir bəy də gəlsin. Salamlar, saygılar. Hacı, mən çox müzahimə olurdum. Salam Xan Cəfərli, Ağam Murtuzə, necəsiz, yaxşısınız? Bayaq yazıcı Pənahin əslən səsi yoxdur. 2 dənə zəh vurdum yazıcı. Mən deyim ki, live qutardınız. O məbləği indi də səsini də göndərirəm direktizə. Məbləği bulmaq istəyib deyil, bu neçə dənə hesaba bank deyil ki, yəni onu dedim, indi səsini göndərirəm. Elə bir məsləhət görürük ki, yəni ayrı hesab verin tökək oraya. Mənə dedi bir dənə şəxsi, özünüzün bir dənə hesabınız olsa, nə olsa mən töküm oraya. Yəni ona görə